Xoş gördük hər birinizin növbəti video dərsimizdə. Biz bugün 4-cü sinif şagirdləri ilə birlikdə dərslik səhifə 52, 53 və 54 üzrə işləyəcəyik. Gəlin vaxt itirmədən başlayaq tapşırıqlara. Deməli dostlar, qəhrəmanlarımızı tanıyaq. Deməli, 4A sinifinin hazırladığı Divar qəzeti ilə tanış oluruq və tapşırıqları yerinə yetiririk. Divar qəzetimiz necə adlanır? Günəş. İkinci nömrə, baxın burada göstərilir. Baxın, nömrə 2, 20 oktyabr 2022-ci il. Qəhrəmanlarımızı tanıyaq. Xudayar Yusifzadədən bəhs edir bu Divar qəzeti. Dastana döndü adlanır. Xudayar Yusifzadə dostlar 1998-ci 2020-ci illərdə yaşamışdır. Xudayar Müslümoğlu Yusifzadə 2-ci Qarabağ savaşında şəhid olmuşdur. Qeyrətli Azərbaycan oğullarından biridir. O həm döyüşlərdə göstərdiyi şücaəti, həm də ifa etdiyi vətən yaxşıdır mahnısı ilə milyonların sevimlisinə çevrildi. Həmsöhbətimiz Radə Yusifzadə bizə oğlunun həyat yolu ilə tanış etdi. Xudayarı necə təqdim edərdiniz? O ailənin son beşiyi idi. Çox şən, zarafatçıl, vətənpərvər olub. Yoldaşları belə deyirlər. Döyüş vaxtı Xudayar tuzlu zarafatları, vətənə aid mahnıları, qəhrəmanlığı ilə bizi qələbəyə ruhlandırırdı. Xudayarın ifasından hamı danışır. Onun musiqi təhsili vardımı? Bəli, o Bərdəşəhər 1 nömrəli musiqi məktəbində muğam təhsili alıb. Xudayarın döyüş yolu necə başladı? O, sərhəd qoşunlarında gizir kimi xidmət edirdi. Onun döyüşdə olduğunu bilmirdim. Bizimlə gülə-gülə danışırdı. Amma bir dəfə danışanda güllə səsi eşitdim. Tez dilləndi. Ana, narahat olma. Yoldaşlarım ateşfəşanlıq edirlər. Qubadlı azad olunur. Sən demə, Xudayar müharibə başlanan gündən könüllü döyüşürmüş. Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan uğrunda qəhrəmancasına vuruşub. Onunla fəxr edirəm. Biz də bütün qəhrəmanlarımızla fəxr edirik. Onların əziz xatirəsini hər zaman hörmət və ehtiramla yad edirik. Şəhidlərimizin ruhu şad olsun. Onların xatirəsini yaşatmaq borcumuzdur. Müsahibəyə görə çox sağ olun. Deməli dostlar, təqdimatımız təxminən belə ola bilər ki, Divar qəzetinin adı Günəşdir. Bu qəzet 2021-ci ilin 20 oktyabrında hazırlanıb. Qəzetin mövzusu vətəndir, sözsüz ki, vətəndən bəhs eləyə bilər. Qəzetdə Xudayar Yusifzadə haqqında müsahibə mətni verilib. Mətndə Xudayarın şən, zarafatçıl, vətənpərvər, qayğıkeş və igid biri olmasından bəhs olunur. Şeir güşəsinə baxırıq indi isə. Baxın, şeir güşəsi göstərilir. Şeir güşəmizdə isə vətənlə bağlı bayatılar var. Hikmət xəzinəsi adlı rubrikada vətənə aid kəlamlar göstərilib. Baxın, Hikmət xəzinəsi buradadır dostlar. Görürsünüz. Deməli, rubrikada vətənə aid kəlamlar əks olunub. Qəzetdə həmçinin siniflə bağlı xəbərlər də verilib. Baxın, ayın xəbəri, maraqlı fakt, tarixin bugünü. Qəzetin sonunda yaradıcı heyətinin adları yazılıb. Redaktoru Lalə Kazımlı, dizayneri Fuad Nəzərlidir. Baxaq, baxın burada, görürsünüz. Qəzetin yaradıcı heyəti, redaktor Lalə Kazımlı, dizayner Fuad Nəzərli, müxbirlər Məryəm Cəfərzadə, Ümid Əlizadə, Xədicə Qurbanovadır. Deməli, şeir güşəmizdə Azərbaycandır Qarabağ, Vahid Əzizin şeiri verilmişdir. Doğmadır torpağı daşı, xalqın qədim yaddaşı. Ömrü, günü, can sirdaşı, biri alov, biri ocaq. Azərbaycandır Qarabağ. Tanıyarlar boyumuzdan, irsimizdən, soyumuzdan, su içər öz quyumuzdan. Biri gövdə, biri budaq. Azərbaycandır Qarabağ. Baba adı odlar yurdu, keşişçisi böyük ordu, oğlu, qızı, igid, qoçaq, bizimdir, bizim olacaq. Azərbaycandır Qarabağ. Deməli dostlar, burada söz boğçamız var. Qəzet, heyət, redaktor, rubrika, məqalə və dizayner, həmçinin gizir sözlərinin izahı. Kitabın arxasında, kitabın son səhifələrində bu sözlərin izahını tapa bilərsiniz. Qəzetlə artıq tanış olduq. İzahlı lüğətdən isə onun birbaşa mənasına baxa bilərsiniz. Bu dəfə söz boğçasını mən deməyəcəm. Sizə həvalə edirəm ki, söz boğçasında verilmiş sözləri bir-bir gedib axtarıb, tapıb mənalarını qeyd edəsiniz. Bu sizin söz ehtiyatınızı inkişaf etdirir. Mən hər zaman şagirdlərə əlavə tapşırıq kimi verirəm. Mütləq şəkildə söz boğçasını açırlar. Oradakı sözlərin mənalarını, dəftərlərini qeyd edirlər və oxuyub öyrənirlər. Bu uşaqlar üçün önəmlidir. Baxaq. Hikmət xəzinəsi vətən üçün yaşayan, vətən üçün ölən səmimi bir insan nə bəxtiyardır, deyir Mikayıl Müşfiq.
Əhməd Midhət isə deyir ki, vətən bir millətin evidir. Atalar sözü, vətənin bir qışı qürbətin 100 baharından yaxşıdır. Başqa bir atalar sözündə isə deyilir, qürbət görməyən adam vətən qədri bilməz. Qürbət görməyən adam vətən qədri bilməz. Ayın xəbəri maraqlı gün oktyabrın 14-də sinif rəhbərimiz Mehriban Aliyevanın rəhbərliyi ilə Hərbi Qənimətlər Parkında oldu. Parkda Azərbaycan ordusunun müharibədə ələ keçirdiyi hərbi qənimətlər nümayiş etdirilir. Tarixin bu günü 2020-ci il oktyabrın 20-sində Zəngilan şəhəri işğaldan azad edilmişdir. Baxırıq indi. Qəzetlə bağlı sualları cavablandırın deyilir B tapşırığında. Qəzetin adı nədir? Təbii ki, Günəş. Baxın. Qəzetimizin adı Günəşdir. Davam edək. Qəzetin bu nömrəsi hansı mövzuya həsr olunmuşdur? Vətən mövzusuna həsr olunmuşdur. Qəzetdə hansı rubrikalar var? Baxın, qəzetdə hansı rubrikalar var dostlar? Deməli, şeir cüşəsi var, qəhrəmanlarımızı tanıyaq, hikmət xəzinəsi, ayın xəbəri, tarixin bu günü. Sonra, qəzetdə Azərbaycanın hansı qəhrəmanı haqqında məlumat verilmişdir? Qəzetdə Xudayar Yusifzadə haqqında məlumat verilmişdir. Vətən yaxşıdır mahnısını bilirsiniz, dostlar. Bilmirsinizsə, mütləq araşdırın. İnanmıram, yəni vətən yaxşıdır mahnısını bilməyən olsun. Davam edək. Qəzetdə bunu qeyd etdik. Hikmət xəzinəsi rubrikasındakı aforizmləri seçib oxuyun. Oxuduq. Baxın bu hissədə. Yenidən oxuya bilərsiniz yazmaq istəyənlər üçün. Sonra qəzetdə verilən xəbər nə ilə bağlıdır? Qəzetdə verilən xəbər ayın xəbəri. Deməli, oktyabrın 14-də Mehriban Aliyevanın rəhbərliyi ilə şagirdlərin Qənimətlər Parkında olması ilə bağlı məlumat verilir. Davam edək, düşün və cavab ver. Vətən yaxşıdır nəğməsini dinləyin. Xudayar haqqındakı məqaləni niyə belə adlandırdığınızı izah edin. Deməli, YouTube-da icazə verilmir. Mən hal-hazırda bu mahnını qoysam, YouTube mənim videomu belə deyək, orada problem yaşaya bilərik. Ona görə mən mahnını təəssüf ki, qoya bilmirəm. Çox istəyərdim qoyam. Amma özünüz YouTube-da yazın Xudayar Yusifzadə Vətən yaxşıdır mahnısı və oradan dinləyə bilərsiniz. Davam edək. Deyir, Xudayar haqqındakı məqaləni niyə belə adlandırdığını qeyd edin. Çünki Xudayar Yusifzadə, dostlar, Vətən yaxşıdır mahnısı ilə tanındı və bütün şəhidlərin sanki bir, necə deyim, himninə çevrildi ki, Vətən yaxşıdır. Və bütün şəhidlər elə Xudayar Yusifzadənin timsalında, onun nümunəsində qəhrəmanlarımız həyatını itirən, sağlamlığını itirən, döyüşdə iştirak edənlər bir qəhrəmana çevrilirlər. Onlar bir dastana döndülər, dildən dilə danışılacaq bir dastana. Dastan, məsələn, Koroğlu dastanı var, Kitab Dədə Qorqud dastanı var. Min illərdə dildən dilə söylənilər danışılır. Baxın, orada bizim qəhrəmanlarımızın göstərdiyi şücaət də dastana döndü. Onların qəhrəmanlığı da tarixdə dildən dilə danışılacaq. Hər zaman danışılacaq, xatırlanacaq. Necə ki, xatırlanırlar bu gün onlar. Biz hər zaman onların əziz xatirəsini hörmət və ehtiramla yad edirik. Sonra dastana dönmək həm də çox məşhur olmaq, dillər əzbəri olmaq mənaları ilə götürülə bilər. Yəni, dastana dönmək, daim xatırlanmaq, dillər əzbəri olmaq, hamı tərəfindən tanınmaq, bir qədər, necə deyim, qəhrəmanlıqla, xoş təəssüratlarla tanınmaq, məşhur olmaq, elə belə məşhur olmaq, TikTokda məşhur olmaq kimi yox. Məktəbimiz və ya sinifimizlə bağlı xəbər hazırlayın. Necə hazırlaya bilərsiniz, dostlar? Baxın, burada ayın xəbəri rubrikası var idi, maraqlı gün. Hər hansısa bir gündə gördükləri iş haqqında, məsəl üçün, oktyabrın 14-də sinif rəhbərinizdə deyirdi, orada Qənimətlər Parkına getmişik. Baxın, siz də belə bir xəbər başlığı ilə ayın xəbərini yarada bilərsiniz. Hər hansısa bir gəzintiniz, getdiyiniz maraqlı ekskursiya haqqında yaza bilərsiniz və yaxud məktəbdə gördüyünüz bir iş haqqında ki, məsələn, bu gün biz sinifdə, tutaq ki, 2 noyabrda biz sinifdə nə etdik? Divar qəzeti hazırladıq. Sinif rəhbərimiz İncəgül İsmailova ilə birlikdə divar qəzeti hazırladıq.
davam edək. Araşdırma mətni gəlir, tapşırıq deyiləm. Zəfər günü mövzusunu divar qəzeti üçün araşdırma aparın. Zəfər gününün tarixi haqqında məlumat toplayın. 2-ci Qarabağ müharibəsini əks etdirən foto şəkillər əldə edin. Mövzu ilə bağlı şeirlər seçin. Qarabağ müharibəsinin qəhrəmanları haqqında məlumat toplayın. Təbii ki, baxın, burada verilmiş qəzet nümunəsinə bənzəyən bir divar qəzeti hazırlayacaqsınız. Redaktorunuz olacaq, dizayneriniz, müxbirləriniz olacaq. Təbii ki, burada bu tapşırıq təkcə görüləcək bir tapşırıq deyil, araşdırma mətni. Burada artıq tapşırıqlar bölünür. Məsələn, bir şagird Zəfər gününün tarixi haqqında məlumat toplayır. Digər bir şagird 2-ci Qarabağ müharibəsini əks etdirən foto şəkillər əldə edir. Digər bir şagird mövzu ilə bağlı şeirlər hazırlayır, şeirlər yazır. Digər bir şagird isə Qarabağ müharibəsinin qəhrəmanları haqqında məlumat toplayır. Bu tapşırıq, baxın, araşdırma mətnin qruplarla iş üçün hazırlıq ola bilər. Baxın, artıq deyəcək, divar qəzeti ilə bağlı təlimatı oxuyun və qəzet hazırlamaq üçün iş bölgüsü aparın. Artıq görürsünüz, buradakı məlumatlara əsasən Zəfər günü mövzusunda divar qəzeti hazırlanacaq. Və bu tapşırıq sözsüz ki, qruplarla yerinə yetirilməsi daha məqsədə uyğundur. Çünki qruplarla yerinə yetirdiyimiz zaman, baxın, burada redaktor kim olacaq? Redaksiya heyətinin rəhbəri. Qəzet materiallara düzəlişlər eləyir. Yəni, bir nəfər rəhbərdir. O bütün materialları yerli yerində yerləşdirir. Qəzetin düzgün, belə deyək, hər hansısa bir qəzetdə səhv varsa, onlara düzəlişlər eləyir. Qəzet materiallarının düzəlişləri. Müxbirlər qəzet üçün mövzu üzrə materiallar hazırlayırlar. Dizayner qəzet materiallarının bədii tərtibatını verir. Mətn və foto şəkillərin qəzet siyahısında, səhifəsində yerini müəyyən edir. Baxın, burada da görürsünüz, müəyyən tapşırıqlar qeyd olunur ki, nəyi necə etmək lazımdır. Tapşırıq B-də isə topladığınız məlumatlar əsasında Zəfər günü mövzusunu divar qəzeti hazırlayacaqsınız. Oxşar formada tərtib edə bilərsiniz. Deyir, baxın, qəzetin hazırlandığı tarix və qəzetin nömrəsi qeyd olunacaq burada. Divar qəzeti üçün seçilən ad həmişə dəyişməz qalır. Mövzuya uyğun foto şəkil və ya rəsmlərdən istifadə olunur. Baxın, görürsünüz, burada Xuday Rüsfədən rəsm göstərilib. Ayın xəbəri, qəzet tərtibçilərinin adları yazılacaq. Bu şəkildə batman kağızından istifadə olunaraq böyük bir divar qəzeti hazırlana bilər. Sizin üçün də yaradıcı iş olar. Burada qruplarla işləmək, bircə fəaliyyət göstərmək çox önəmlidir. Tək başına fəaliyyət göstərmək bir şagirdi yora bilər. Amma qruplarla işləsələr maraqlı və əyləncəli eyni zamanda bir iş ortaya çıxar və yanaşı olaraq da şagirdlər bu tapşırığı yerinə yetirərlər. Belə. Bir video dərsdə daha sizinlə görüşdük. Maraqlı məlumatlar əldə etdik, biliklərimizi paylaşdıq. Ümid edirəm ki, videomuz sizin üçün maraqlı oldu. Siz də belə düşünürsünüzsə, videonu bəyənin, paylaşın və xoş sözlərinizi şərhlərdə yazmağı unutmayın. Sağ olun, gələn dərslərdə görüşmək ümidi ilə.